Bakı Slavyan Universitetində inklüziv təhsilin inklüziv cəmiyyətə təsiri mövzusunda 3-cü beynəlxalq konfrans keçirilib. Pedaqoji kadr hazırlığında inklüziv yanaşmanın tətbiqi, inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi müzakirə edilib. Bildirilib ki, təhsildə inklüzivliyə dair davamlı müzakirə platformasının yaradılması prioritetdir. Konfrans çərçivəsində müzakirə olunan mövzular, təqdim olunan məruzələr cəmiyyətin hər bir üzvü üçün inklüziv və dayanıqlı gələcək qurmağı hədəfləyir. Mühüm əhəmiyyət kəsb edir. Naxçıvanda keçirilən Dili, dini, urf adətlər, ürəkləri müxtəlif ali təhsil müəssisələri ilə birlikdə elmi müzakirələrin aparılması və eləcə də əldə edilmiş nəticələrin tədris prosesinə tətbiqi məqsədi daşıyır. Biz layihəmiz çərçivəsində bir çox ölkələrlə əməkdaşlıqlar eləyirik. Polşadan, İtaliyadan, Finlandiyadan qonaqlarımız, o cümlədən Özbəkistandan, Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru və digər qonaqlar iştirak eləyirlər və bu əməkdaşlıqlarda yenə deyirəm qarşılıqlı öyrənmə, müxtəlif təcrübələrin öyrənilməsi, çünki inklüziv təhsilə yanaşmalar, baxışlar, fərqli baxışlar var. Bakı Slavyan Universiteti bilən Bakı Slavyan Universiteti ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlığımız ildən ilə genişlənir. İnklüziv təhsil mövzusunda beynəlxalq konfransda mühüm müzakirələr aparılır. Bu sahədə müxtəlif problemlər mövcuddur və əməkdaşlıq üçün kifayət qədər imkanlar var.